Elşad Miri hünəri çatmır. Lora desəm kişiliyi çatmır ki, gəlsin, debat eləsin. Bax, mən də həmin sözü sənə deyirəm. Hünərin çatmadı və kişiliyin çatmadı ki, sən özün təklif etdiyin debatı qəbul edəsən, aradan min bir bəhanə ilə çıxdın. Onu açıq-aşkar canlı münazirəyə, debata dəvət etmişdik. Yenə də deyirik, bizim üçün debat maraqlı deyil, öz kanalına da cavab verə bilər. Təklifimiz də budur ki, gəlsin səhabə ədalətini birinci danışaq. Əgər burada qorxursunuzsa, gəlmirsinizsə, etiraf edin, batilsiz, zəifsiz, qorxursunuz, keçək həmin bu xəbəriyyə sifətləri, enmək, qalxmaq məsələsinə. Orada da etiraf edin, gedək şirk mövzusunu bəhs eləyək. Şərhlərdə yazdılar ki, canlısına yazırlar və bu adam bloklayır həmin şəxsləri və yaxud da şərhləri silir. Gəl indi səhabə ədaləti bəhsi. Gəl suğravi bəhs, kubravi bəhs, tərif, alimlərin rəyi, bir də Quran təhrifi haqqında danışaq. Mən dedim ki, birinci mən bütün özünə sələf edənləri demişəm ki, gəlin səhabə ədalətini bəhs eləyək. Ondan sonra xəbəriyyə sifətləri, enmək, qalxmaq bəhsi var. Deyirsiniz biz Qurana, sünnəyə söykənirik, bunu bəhs edək. Ondan sonra şirk, təvhid məsələləri ki, deyirsiniz ki, şiələr, müşriklər, bunu bəhs edək. Və bu adam bu bəhsə gəlmir, qaçır, söz atıb, mövzu atıb ortaya ki, yox, yuhərrifunəl Quran, Quran təhrifindən danışır. Sən bunu əvvəl gəl bəhs edək, əgər hünərin varsa, ondan sonra Quran təhrifində bəhs edərik. Mən açıq-aşkar deyirəm ki, kim gəlir gəlsin, açıq-aşkar YouTube üzərindən debat eləyək. Səhabə ədaləti, xəbəriyyə sifətləri, şirk, təvhid mövzusu. Gəlirsən, gəlmirsən, növbəti mövzuda gəlirəm deməsən, sənə bundan artıq da cavab verilməyəcək. Bütün vəhabiləri zaten dəvət etmişik. Sən də bu dəvətdən istisna deyilsən. Gəl canlıya YouTube üzərindən 5 dəqiqə olmaq şərti ilə 5 dəfə mən, 5 dəfə sən danışaq. Nə də yarıda qalsa növbəti dəfələrdə danışarıq. Birinci səhabə ədaləti bəhsini danışaq. Buyursun gəlsin canlı YouTube üzərindən 5 dəqiqə olmaq şərti ilə 5 dəqiqə bəndə, 5 dəqiqədə o danışsın. Nə də yarıda qalar, gələn bəhsdə inşallah Teala davam etdirərik. Baxın, ona görə də səhabi mövzusu bunların qaçıb gizləndikləri mövzulardandır. Bax, biz açıq-aşkar buradan deyirik. Hər kəs səhabi mövzusunu, səhabə ədaləti mövzusunu müdafiə eləyir vəhabilərdən və hər kəs, istər vəhabi olsun, istər başqası, kişilik eləyib çıxsın qabağımıza. Ondan sonra da ya da ki, təslim olsun, desin ki, biz hünər eləmirik, qorxuruq, başqa mövzunu bəhs eləyək. Bir nəfər vəhabi, sələfi deyən özünə, Şeyxülislam deyən, İbn Teymiyyə Şeyxülislam deyən bir nəfər vəhabi öz təbirləri ilə kişilik eləyib çıxıb bu məsələlərə cavab verə bilmirlər. Necə ki, yenə də kişilik eləyib çıxıb səhabə ədaləti bəhsini eləyə bilmirlər. Bu təbir onların sözüdür ya, kişilik eləmək. Yəni hünər eləmirlər, cəsarət eləmirlər, qorxurlar, qaçıb gizlənirlər.